Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə yayda hamının vazkeçilməzi olan dondurma reseptini bölüşmək istedim. Mən hər dəfə evdə bu reseptlə eləyirəm. İnanın çox dadlı alınır, hamının da xoşu gəlir. Marketdən almağa ehtiyac yoxdur. Özünüz evdə hazırlaya bilərsiniz. Hazırlamışkən də sizlərlə bölüşmək istedim videonu. Bunun üçün bizə lazım olan ərzaqlar 33% qaymaq, bir də zuquşunlu malakodur. Qaymağı qaba əlavə elədikdən sonra miksərdən yaxşıca çalırıq. Biraz bərkiyəndən sonra malakonu əlavə eləyib yenə biraz çalırıq. Bərkiyəndən sonra başlayıram qablara doldurmağa. Qeyd edim ki, qabları yaxşıca doldurmaq lazımdır. Hava qalmasın. Hava qalanda buşloq kimi qalır ortada. Qabdan çıxarmaq asan olmur. Bu formada qabları doldurduqdan sonra 5-6 saat xaldənlikdə gözləyib, sonra çıxardır, şokolada, eridilmiş şokolada bulayıb nuş edirik. Siz sadə də istəsə sadə də yeyə bilərsiniz. Şokolad lazım deyilsə bu formada edib nuş edə bilərsiniz. Videomu bəyəndiyseniz like eləməyi, səhifəmə takib atmağı, paylaşmağı unutmayın. Hələlik.